insan öz taleyini atmır. Öz anasını, atasını atmır insan. Çünki onun taleyidir. Heç bir ata-ana da normalda yəni öz evladını atmır. Çünki o taleyin ona verdiyi evladdır. Onun boyu balaca ola bilər, böyük ola bilər, istedadlı ola bilər, istedadsız ola bilər, gözəl ola bilər, eybəcər ola bilər. Amma ata-ana öz evladını atmır. Ər arvad da bir-birini eləcə taley və qismət kimi görməyi öyrənməlidir. Biz o nağılı, o hekayəni dağıtmışıq. Elə bilir ki, partnyordur. Partnyoru isə dəyişmək olar. Uyğun gəlmədi mənə. Əvvəlki dinlərdə boşanma da yox idi, fikir vermisinizmi? Xristianlıqda da neçə əsr boşanma olmayıb hardasa. Çünki bu o hekayənin mahiyyətinə zidd idi. Hətta Hindistanda və başqa xalqlarda ailənin üzvünün biri ölərdisə, məsəl üçün qadını da öldürüb oyla axirətə gedərdi. Sonra bunu ləğv elədilər. Sati adlanan bir adət var idi. Bunu 20-ci əsrdə ləğv elədilər əslində. Bəzi tayfalarda hələ də qalmışdı. Amma biz bunun kökünə varanda, demirəm ki, bu yaxşı şeydir. Amma mən o hekayəyə baxıram ki, insanlar qəbir evinə kimi. Bizimkilər indi də, məsələn, toyda alqışlardan biri nədir ki, qoşa qarıyasız, qoşa qocalasız. Və bəzən olur, hətta bir gündə rəhmətə gedən ailələr olur, nadir belə internetdə falan görərsiniz. O gözəl hekayələrdəndir. Bunu bərpa eləməliyik, bu hekayəni bərpa eləməliyik. Necə eləyək bunu? Deyirik hamımız onu. Bax, bəs səbəbini aradan qaldırmaq üçün nədən başlayaq? Mən inanmıram ki, insan Allaha inanmadan bunu bərpa edə bilər. Bu kompleks fəlsəfəmiz geri qayıtmalıdır. Şərqin mənəvi fəlsəfəsi geri qayıtmalıdır insanlarına. İnsan qərb fəlsəfəsi ilə yaşamamalıdır, şərq fəlsəfəsi ilə yaşamalıdır.